Xoş gördük, əziz tamaşaçılar. Bugün qonağımız Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin müəllimi, İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Afət Yaqubovadır. Afət xanım, xoş gəlmisiniz, xoş gördük sizi studiyamızda. Təşəkkür edirəm dəvətiniz üçün, çox sağ olun. Xoşdur. Mən deməyəcəm peşə təhsilinin imici yoxdur. Bu dönəmi artıq biz atlatmışıq. Peşə təhsilinin imici artıq kifayət qədər var. Amma bu imici müzakirə formasında çıxartmaq, bu imici artıq müzakirə forması eləməmək üçün hansı üsullar edilməlidir? Müəyyən üsullar olunur. Tutaq ki, peşənin komandası tərəfindən müəyyən üsullar tətbiq olunur, uğur hekayələri paylaşılır, müxtəlif alətlərdən istifadə olunur da bu kommunikativ alətlərdən. Amma yenə də bir problem var. Yenə də hələ ki, bura girmədim, peşəyə girərsən kimi bir fikir hələ də var. Düşünürəm ki, tam peşə seçimdir fikrini deyə bilmərik ürəklə. Uşağı yox, özün bilərsən, get məktəbə, nə istəsən al, gəl, məsələ başlı başına buraxmaq doğru deyil. Sadəcə olaraq hansı istiqamətlərdə onun üçün maraqlıdır və orada özünü doğrulda bilir, orada yüksək qiymət ala bilir, orada özünü göstərə bilir. Onu üzə çıxartmağa çalışmalıdır. Peşə ilə bağlı təbliğat məsələsi, hətta bizi belə orta məktəbdə hədələyirdilər ki, oxumasan 9-cu sinifdən peşəyə gedəcəksən, oxumasan filan olacaqsan yanaşması və peşə təhsilinin bir cəza mexanizmi kimi ailələrdə formalaşması var idi. Eynən. Oxunmayan uşağı cəza olaraq sanki peşə məktəbinə göndərirdilər. Amma indi dəyişib dövr. Nə mənada? O zaman əslində sadəcə peşə, orta təhsil bizdə akademik pillədir. Yəni bizim istədiyimiz, hətta 9-cu sinifə qədər də olursa olsun, uşağa müəyyən bir intellektlə buraxırlar cəmiyyətə. Müəyyən biliklərə sahiblənirlər. Bazı biliklər istər riyaziyyatında olsun, istər ədəbiyyatında olsun, istər Azərbaycan dili ya ana dili ilə bağlı orfoqrafiyası olsun, qrammatikası olsun, istər nə bilim təbiət fənləri ilə bağlı olsun, uşaq bir biliklərə yiyələnir. 9-cu sinifə qədər də olsa, bu biliklərə yiyələnməlidir də. Ki, ondan sonra artıq növbəti 2 ili bu qalıb, davam etdirib, ali məktəbə gedəcəksə və özünü hansısa sahədə doğrulda biləcəksə, onda o istiqamətə getməlidir. Diplom çox zaman bizdə hər ehtimala qarşıdır. Yəni, universitet diplomu hər ehtimala qarşı. Bəlkə o məhsulunu satmaq üçün bunun praktik nəzəri biliklərini öyrənmək istəyir. Yox, deyil. Sadəcə olaraq gələcəkdə müəyyən şeylər ola biləcəklərdən sığortalanmaq üçündür o diplom. Deməli, burada boşluq hardadır? Məzmunda. Məzmun zəifdir. Bax, bu məzmun zəifdirsə, PR burada nə etsin? Məzmun, yəni deyirsiniz ki, peşə ilə bağlı. Sırf peşə ilə bağlı. Bax, mən istəyirəm ki, hər kəs peşə öyrənsin. Mənim missiyamdan biri budur ki, hər kəs peşə. Amma peşəni necə öyrənsin? Dərk edərək, onu seçim sayaraq, anlayaraq ki, əmək bazarına sürətli inteqrasiya eləyir bu. Anlayaraq ki, bu günün tələbi olan hər hansı bir ixtisası anında öyrənmək imkanı var. Valideyn o uşağı kəşf eləməsə, o uşağa mən peşəni bilmirəm də, sevdirəmi bilməyəcəm, seçimmi eləyə bilməyəcəm. Təkcə səndən deyil, iş ondadır ki, Aytən, bu əmək bazarının özü də bunu diktə eləməlidir. Kiçik sahibkarlığın inkişafı bunu diktə eləməlidir. Bizim dual peşə təhsili Almaniyadan nümunə götürdüyümüz sistemdir də və Almaniyada bunu inkişaf etdirən Almaniyanın iri müəssisələridir. Almaniyada bununla bağlı işləmək üçün böyük müəssisələrin olmasıdır. O müəssisələrdə bitirir peşəni və yaxud da ki, həmin müəssisələrdə işləyə peşə təhsili müəssisəsində əməkdaşını oxutdurur müəssisə. Və müəssisələrdə bilir ki, bitirəcəkdir, işləyəcək, bitirəcək. Yəni, əmək bazarının buna uyğun olmasıdır. Peşə tələbəsinə həm də kommunikativ bacarıqları təlqin eləmək lazım. Yəni, öz məhsulunu satmaq. Öz məhsulu deyəndə bu istənilən, məsələn, rəssamın məhsulu nədir? Qaynaqçının məhsulu nədir? Çəkməçinin məhsulu nədir? Məsələn, istənilən peşə sahəsinin məhsulu gördüyü işdir. Peşəni seçən insanlara da
məhsulunu satma bacarığını təlqin etmək lazım. Ya bu onda doğuşdan olmalıdır, ya da bu oxuya-oxuya bu vərdiş, bacarıq və yaxud da hər hansı bir ixtisasımı deyim, ona öyrətmək, ona başa salmaq, ona bu bacarığı aşılamaq lazımdır ki, sən burada öyrənirsən, sən sonra bunu satmağı da bacar. Sahiblən. Öyrəndiyi ixtisasın sahibkarı mı olmalıdır, sahiblənməlidirmi ora ki, özündən sonraki da ona baxıb nümunə götürən də görsün ki, bu adam sahibkara çevrilə bilir. Ümumilikdə götürəndə o sürdürülə bilir deyilik də, dayanıqlı. Dayanıqlı. Dayanıqlılığı təmin etmək üçün məhz sahə adamlarına investisiya lazımdır. Sahə adamları həmin peşə sahiblərinin özləri başa düşməlidir. Çünki zaten onlar qalır o sahədə, o peşədə onlar qalır. Hamı dağılandan sonra, trendlər gedəndən sonra bilirsən ki, peşəkarı olan adam qalasıdır burada. PR-da vitrinlik var, bir də səmimiyyət var. Vitrinlik uzun müddətli aparmır. Səmimiyyət uzun gedir, amma uzaq mənzillidir. Bax, mən burada bu dəqiqə verdiyim sualların əksəriyyəti peşə tələbəsi burada nə qazana bilər deyə sualları verirəm ki, görüm mənim peşə tələbəm hansına üstünlük versin. Əgər sənin verdiyin xidmət, sənin verdiyin məhsul keyfiyyətlidirsə və dayanıqlıdırsa, uzun müddət gedə bilər. Sən sadəcə bir dəfəlik reaktiv PR-la girirsən, tamam, ona xərcin çıxacaq filan, amma uzun apara bilməyəcəksən, amma sənin qazandığın müştəri görəcək ki, yox, sən uğurlusan, dəyərli səni seçməyə və səni seçəcəkdir. Yəni, reaktiv PR, belə deyək, həmin o vitrinlik, o demək deyil ki, sən vitrinə yaxşı məhsulu qoymusan, amma arxadakı məhsulun da əgər yaxşıdırsa, o zaman dəyər onu eləməyə. Sadəcə biraz xərcin çox olacaq, amma bu biri digəri proaktiv, addım sən o fikri yaratmaq istəyirsənsə, bu da mübahdır, sən deyən olmasın və bunu da eləmək mümkündür. Əgər səndə sağda, solda, nə bilim, rəqiblər hamısı dayanmadan bir-birini özlərini reklam eləyirsə, sən eləmirsənsə, onda sənin o uzun getməyin daha çox uzun çəkəcəkdir. Yaxşı, bax, bayaqdan tərifləyək. Heç mi səndə bir detal yoxdur ki, o sənin probleminə çevrilsin? Sadəcə olaraq doğru nədirsə onu çatdırmalısan. Dəhdəl şuurumuzdakı yaddaş bizə təlqin eləyir ki, nə yaxşıdır, nə pisdir. Bax, 25-ci kadr effekti. Bəlkə də alışqanlıq və yaxud öyrəşmək. Genetik kodlarımıza hopan yaddaşlar var. Bax, 25-ci kadr effekti ilə iş eləyən bütün reklam və PR-lar məzmunundan asılı olmayaraq insanların yaddaşına hopur. Səndən bir söz soruşum. Mənim müşahidə etdiklərimdən digər peşə ilə bağlı, peşə şagirdlərinin özgüvənləri ilə bağlı. Peşənin imicini onun əmək bazarına inteqrasiyasında 1-0 öndə olduğunu göstərərək bildirməliyik ki, məsəl üçün, mən ali təhsil istəmirəm, amma peşə tələbəsi fəxrlə deyə bilər ki, sən 4 il oxuyacaqsan, mən artıq pul qazanıram. 3 il sonra səncə peşə tələbəsinin kommunikasiya dili necə ola bilər? Sürətli dəyişən fonda deyirəm. Yəni, səncə sürətli dəyişəcəkmi? Və yaxud da 3 il sonra peşə təhsili tələbəsi, peşə təhsilini bitirən tələbə məhsulunu necə sata bilər? Mən çox istəyərdim, yenə dediyim kimi, kiçik biznesin inkişafı istiqamətdə. Adamların özlərinin saytı olsun, adamların özlərinin səhifələri olsun, adamların hətta reklama çıxsınlar, filan usta öz şəkli ilə hardasa, nə bilim, tanıtılması məsələsi olsun. Həddindən artıq, doğrudan istəyərdim bu cür olsun ki, indi rast gəlirik, küçələrdə filanlarda kombi ustası telefonun yazır gedir, liftin qarşısında elektrik filan kəs adını yazır, qustar üsulundan telefon nömrəsində adını yazır, çıxır gedir. Bunları biz görürük. Bunların daha sivil və daha təşkil olunmuş formada olmasını şəxsən mən istəyərdim. Alyansları filanları yaransın bir-biri ilə, bu peşəkar ittifaqları filanları yaransın bunlarla bağlı. Bunların bir-birinin tanınması, bunların
etik kodekslərinin formalaşdığı nələrsə olmalıdır bəlkə. Bəlkə bunlar da Bu istiqamətdə lazımdır. boşluq var. Bunlar da Razıyam. lazımdır ki, məhz adam bilsin ki, doğrudan da bunun bitirdiyi peşə həqiqətən peşədir və cəmiyyətin buna tələbi var. Bunun bu istiqamətdə nələrisə bir birlikləri formalaşıb, bir icmaları var bunların bununla bağlı. Peşəkar diktə eləməlidir. Və o istəklərə uyğun olaraq bu baxımdan da məhz peşə təhsilindən, peşəkarlardan görmək şəxsən mənim istədiyim onların müstəqil, fərdi peşəkar sahibkarlar kimi formalaşması olardı ki, bir müddətdən sonra mən əmək bazarına atılıram, mən müstəqil işləyirəm və bazar mənim kimilərin diktə elədiyi formada formalaşacaq. Çox təşəkkür edirəm. Çox incə detallara toxunduğunuz üçün. Çox sağ olun Aytən. Uğurlar mən də arzulayıram sizə və mən əminəm ki, peşəkarlar cəmiyyətdə öz yerini tuta biləcəkdir.